Borclarda, kreditlərdə çox vaxt üzən 3 bürcü sizə təqdim etmək istəyərdim. Birinci yerdə, yox, gəlin üçüncüdən başlayaq. Üçüncü yerdə şirdir. Bilirsiniz ki, şir biraz belə şan şöhrəti, belə lüks həyatı çox sevir. Yəni ki, bu onun təbiətinə xasdır və ona görə də çox vaxt bu həyatı saxlamaq üçün borclara, kreditlərə sözsüz ki, əl atmaq məcburiyyətində olur. İkinci yerdə oxatandır. Niyə görə oxatan? Oxatan çox belə yaxşı mənada gəziyən bir bürcdür. Belə getsin, ölkələri gəzsin, belə dincəlsin və ona görə də buna pul lazımdır və əlavə olaraq da impulsiv və lazımsız alış-verişlərə də çox meyllidir. Və birinci yerdə çox təəccüblidir, amma xərçəngdir. Yox, özü üçün heç nə almır. Xərçəngin qəlbi o qədər gözəldir ki, o öz dostlarına, ailəsinə, sevdiklərinə, əgər nəsə lazım olarsa, pul da verər, kreditə də girər, yəni ki, borca da girər ki, onlara, belə ruslar demiş ki, podдержка versin. Və sizcə ən qənaət edən bürc hansıdır? Şərhlərdə yazın, sonra mən sizə deyəcəm, düzdür ya yox.